Sabirabad rayonunda 18 yaşlı qızın meyiti tapılıb. Aprelin 15-i saat 14 radələrində 2008-ci il təvəllüdlü Qaragüney kənd sakini Nuranə Əliyevanın meyiti yaşadığı evin həyətindəki yardımcı təsərrüfatda aşkar edilib. Oxşar hadisə aprelin 15-i saat 17 radələrində Güdəcühür kəndində də baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Aydın Kərimovun meyiti yaşadığı evin həyətində tapılıb. Hər iki faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Atarız. Bakının Yasamal rayonu statistika dairəsinə yaxınlığında Bakubas avtobusunda tüstülənmə olub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Dayanacaqda qəfil tüstülənən avtobusu sürücü və sərnişinlər tərk ediblər. Məsələ ilə əlaqədar Bakubas MMC-dən bildirilib ki, hadisə avtobusun mühərrikində yaranan nasazlıq səbəbindən baş verib. Bakubas MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.